O təyinat bir qrup şəklində bir neçə icra başçısı təyin edilirdi noyabr ayında və o mətbuatda gedib mənim o verdiyim tapşırıqlar, sözlər, insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Yəni, bu məni çox məyus eləyir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin eləmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim olur, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya verilir, mətbuata bəziləri verilmir.